Değerli yoldaşlar, mövzumuz davam edir Azərbaycan xilafətin tərkibində. Biraz Cavanşirdən danışaq. Cavanşir kimdir? Cavanşir Alban hökümdarı, Alban hakimi Varaz Qriqorun oğludur. Varaz Qriqor 642-ci ildə Cavanşiri Albaniyanın işxanı təyin edir. Yəni hakimi təyin edir. Cavanşir 642-ci ildən 681-ci ilə kimi hakimiyyətdə olub. İdarə etdiyi Albaniya ərazisinin sərhədlərini dəqiqliklə diqqətinizə çatdırıram. Deməli, İberiya sərhədindən, yəni Gürcüstandan, İberiya sərhədindən Hun qapısına. Hun qapısı haradır? Dərbənd. Dərbənd keçidi. Cənubda Araz çayına, şərqdə əlbəttə ki, Xəzər dənizindən söhbət gedir. Deməli, bu əraziləri idarə edirdi Cavanşir. Deməli, Cavanşir ki, biz nə demişdik? Deməli, Mədain Ktesifon mühasirəsindən çıxdı və geri qayıtdı. Başa düşdü ki, ərəblər artıq Sasaniləri məğlub edəcək və bu döyüşün aqibəti bəllidir. Ona görə qayıtdı vətənə, Albaniyaya Cavanşir. Gələn kimi ilk işi nə oldu? İlk işi Sasani feodallarını Albaniyadan qovdu. Sasani feodallarını Albaniyadan qovdu. İkincisi, Bərdədə abadlıq işlərinə xüsusi diqqət yetirdi. Alimləri, şairləri himayə etdi. Bir hökümdar kimi üzərinə düşən, gələcək bir hökümdar kimi üzərinə düşən deməli, bütün işləri görməyə başladı. Elə bu işlər onu gələcəkdə atası Varaz Qriqorun onu Albaniyanın hakimi təyin etməsinə apardı. Deməli, bir diqqətinizə bir deməli, anı çatdıraq ki, deməli, buxurdan var, buxurdan. Buxurdan deməli, otaqda yaxşı qoxu gəlsin deyə istifadə olunan o dövrə aid bir qabdır. Bu buxurdan deməli, Ermitaj muzeyində saxlanılır Sankt Peterburqda. Bu da Cavanşirə aiddir. Yəni, Cavanşirə aid buxurdan Sankt Peterburqda Ermitaj muzeyində saxlanılır. Davam edirik Cavanşirin siyasi manevrlərindən. Elə ki, 651-ci ildə Sasani imperiyasına son qoyuldu ərəblər tərəfindən. 654-cü ildə, yəni bundan 3 il sonra Cavanşir Bizansa yaxınlaşmağa başladı və düşünürdü ki, ərəblərə qarşı mübarizədə Bizansın gücündən istifadə edə bilər gələcəkdə. Ona görə Konstantinlə görüşdü. Konstantin Bizans imperatoru idi. Görüşdü və qarşılıqlı anlaşma oldu. Bu anlaşma bir ittifaqa çevrildi və bu ərəblərə qarşı bir ittifaq idi. Bunun deməli simvolu olaraq Konstantin Cavanşirə nə bağışladı? Deməli, xaç parçası, müqəddəs xaçın bir parçasını və padşahlıq xələtini Cavanşirə bağışladı. Yəni, onu bir hökümdar kimi Albaniyada tanıdı, amma bu şərtlə ki, onlar ərəblərə qarşı mübarizə aparmalıydılar. Lakin Bizans sözünün üzərində durmayacaq. Gələcəkdə bəzi dəyişiklikləri görəcəyik. 662-ci ildə Cavanşir Kür çayı sahilində döyüşdə Xəzərləri məğlub elədi. Yəni, Albanlar qalib gəldi. Hətta orada belə bir ifadə var. Xəzərlərin hakiminə deyir ki, Cavanşir, get Çola qapılarından geri dön. Yəni, Çola qapıları Dərbənd qapılarından geri dön. Sonra, qısa müddət sonra 664-665-ci illərdə Xəzərlər yenidən gəldilər Albaniyaya hücuma. Lakin burada, deməli, sülh diplomatiyasından, yəni nigah diplomatiyasının nəticəsində sülh bağlandı. Cavanşir gördü ki, onlar əsirlər götürüblər, məğlub ediblər bizi, əsirlər götürüblər, qənimətlər götürüblər və bu yürüşlərin ardı arası kəsilməyəcək. Ona görə Xəzər hakiminin qızı ilə ailə qurdu və sülh bağladı. Sülhün nəticəsi olaraq özünü Xəzərlərin vassalı elan etdi, xərac verdi, qarşılığında əsirləri geri aldı, qəniməti geri aldı və uzun müddət bir dönəm Xəzərlərin hücumun qarşısı alındı. Hətta bəzi müharibələrdə onlar bir-birlərinə də yardım etmişdilər müttəfiq kimi. Dəyərli yoldaşlar, Ərəb xilafətində Rəşidi xəlifələrin dövrü bitir. Yəni, 632-ci ildən xəlifə Əbu Bəkirin hakimiyyətə gəlməyi ilə 661-ci ildə xəlifə Əlinin hakimiyyətdən getməsi bu dönəm Rəşidi xəlifələr dönəmidir.
661-dən sonra hakimiyyətə Əməvilər sülaləsi gələcək, Muaviyyə. Əməvilər 661-dən 750-ci ilə qədər hakimiyyətdə olacaq. 750-ci ildən sonra, yəni 750-ci ildə Abbasilər sülaləsi hakimiyyətə gələcək xilafətdə və 1258-ci ildə bu sülalənin hakimiyyəti bitəcək və xilafət deməli süqut edəcək. Dəyərli yoldaşlar, Əməvilərin ilk hökmdarı xəlifə Muaviyyə idi demişdik. 667-ci ildə və 670-ci ildə 2 dəfə, yəni 667-670 Dəməşq şəhərində, o vaxtı Muaviyyə buranı paytaxt elan eləmişdi. Muaviyyə ilə görüşür kim? Cavanşir. Bilirdi ki, artıq ərəblər daha da genişlənir, qüdrətli bir imperiyadır, mütləq onlara yaxınlaşmaq lazımdır. Və ərəblərdən vassalasılığını qəbul etdi, lakin daxili müstəqilliyini saxladı. Burada deməli, vergilər ümumi gəlirin 3/2 hissəsi idi bu danışıqlara qədər, amma tələb olunurdu daha doğrusu Muaviyyə tərəfindən, amma deməli, Cavanşirin siyasi manevr və ustalığı nəticəsində bu rəqəm dəyişdi, oldu 1/3, yəni ümumi gəlirin 1/3-nə qədər endi vergilər. Bu da burada göstərilir ki, həm Albaniyanın strateji, həm mövqeyi, həm sərvətinin gələcəkdə belə bir marağın olması xəlifədə, həm də ki, Cavanşirin özünün nüfuzunun olması verginin, deməli, xəracın bu miqdara enməsində xüsusi rol oynayıb. 681-ci ildə Bizans-pərəst qüvvələr Cavanşiri sui-qəsd nəticəsində öldürəcəklər. Yerinə gələcək Varaz Tridat 681-705, yəni 705-ci ildə də ərəblər konkret Varaz Tridatı aparacaq deməli, paytaxta, xilafətin paytaxtına və orada edam etdirəcək digər sülalə üzvləri ilə bir yerdə. 705-ci ildə də ümumiyyətlə Albaniya dövlətinə son qoyulacaq, həm də Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulacaq. Dəyərli yoldaşlar, Albaniya artıq daxili müstəqilliyi yox, birbaşa ilə xilafətin bir vilayəti olacaq. Ərəb xilafətində idarə etmədən biraz danışaq. Əvvəlcə ərəblər bura gəlməmiş, Cənubi Azərbaycanın mərkəzi Ərdəbil şəhəri idi. Elə ki, ərəblər gəldi və Xəzər-Ərəb müharibələrinin gedişində başlamasından sonra mərkəz olacaq Marağa şəhəri. Deməli, əvvəl Ərdəbil idi, ərəblərdən sonra olacaq Marağa şəhəri. Azərbaycan ümumilikdə, Azərbaycan deyəndə ərəblər bunu nəzərdə tutanda, onların mənbələrində Azərbaycan Dərbənddən başlayır, Zəncanda bitir. Yəni, Zəncandan Dərbəndə qədər olan ərazilər Azərbaycan əraziləridir. Hətta İbn Havqəl, bu, deməli, ərəb, deməli, həm tarixçisi, həm coğrafiyaçısı bildirir ki, Azərbaycan Dərbənddən Gilana qədərdir. Həm də Azərbaycanın şimalı Arrandır. Yəni, bu Arran kəlməsi ümumiyyətlə tez-tez rastımıza çıxacaq. Ərəblər ki, gəldi, Qafqazı işğal elədilər. İlk tədbirləri nə oldu? İlk tədbirləri bu oldu ki, Sasani idarəçiliyini mənimsədilər. Sasanilərin vergi sistemində mənimsədilər. Ərazinin bütövlüyünü saxladılar Azərbaycanda, amma adlarda dəyişikliklər elədilər. Ərazi adları dəyişdirildi, yəni inzibati adlar. Deməli, Azərbaycan, bütövlükdə Azərbaycan o vaxt xilafətin 5 vilayətindən biri oldu. 5 vilayətindən biri. İlk vaxtlardan söhbət gedir, sonra dəyişikliklər olacaq. Deməli, əvvəllər, yəni ilk gəlişlərində ərəblər yerli əyanların idarəçiliyindən istifadə edirdi. Onlar vəzifələrə yerli əyanları daha çox təyin edirdilər. Bu geniş yayılmışdı. Sonra nə oldu? Deməli, gəldilər buradakı əmirlik yaratdılar. Ümumiyyətlə, Qafqazdan söhbət gedir. Dəbil şəhəri əmirliyin ilk iqamətgahı oldu. Dəbil şəhəri əmirliyin, yəni Qafqaz əmirliyinin ilk iqamətgahı idi. 8-ci əsrin əvvəllərində Qafqazda tam bərqərar oldular ərəblər. Öz hakimiyyətlərini tam qurdular. Nə vaxt? 8-ci əsrin əvvəllərində. Dəyişikliklər olacaq. Dəyişikliklər, artıq ərəblər bura gəliblər, bərqərar olublar, dediyimiz kimi, hakimiyyətlərini tam qurublar,
İndi artıq inzibati idarə etmədə dəyişikliklər vaxtıdır və addımlar atmağa başladılar. Deməli, Cənubi Azərbaycanı əmirlikdən ayırdılar. Qafqaz əmirliyi yaradıldı. Əslində bu var idi. Sadəcə Cənubi Azərbaycan da bunun içində idi. Qafqaz əmirliyi yaradıldı. Albaniya Arran adında vilayət oldu. Biraz öncə dediyimiz kimi, İbn Havqəldəki kimi vilayət oldu. 705-ci ildə ki, Albaniyanın varlığına son qoyulacaq, iqamətgah, həmin bu iqamətgah Dəbil, Dəbildən Bərdəyə köçürüldü. Diqqətli olun. Qafqaz əmirliyinin iqamətgahı Dəbildən Bərdəyə köçürülür. Amma Cənubi Azərbaycanda mərkəz əvvəl deməli Ərdəbil idi, sonra Marağa olacaq. Sonra strateji şəhərlərdə, yerlərdə ərəb qarnizonları yerləşdirilirdi. Qarnizonları. Və dəyişikliklərdən biri də bu idi ki, əvvəllər yerli əyanlar vəzifədə çox idi, indi artıq ərəblərin vəzifəyə çox təyin etməyə başladılar. Xilafətin əsas dayağı həm məmurlar aparatı idi, yəni ərəblərdən təyin elədiyi məmurlar aparatı, həm də silahlı qüvvələrin burada olması idi. Xilafəti burada dayaqları bax bunlar idi. Deməli, əmir. Əmir kimdir? Canişindir. Qafqazın əmiri var, canişindir və Qafqazı idarə edir. Kim tərəfindən təyin olunur? Xəlifə tərəfindən təyin olunur. Canişinlikdə tam hakimdir? Bəli, canişinliyin tam hakimidir. Hansı işlərə konkret özü nəzarət edir? Həm mülki işlərə, həm hərbi işlərə. Sonra gəlir qazı. Deməli, qazılar hakimlərdir. Yəni, məhkəmə işlərinə baxan hakimlərdən söhbət gedir. Amil, vergi işinə nəzarət edir. Əmir bütün işlərə, həm də hərbi işlərə, qazı, hakim, yəni məhkəmə işlərinə, amil vergi işlərinə. Vali canişindir. Deyərsiniz ki, bu əmir də canişinliyin rəhbəridir, canişindir. Vali də nisbətən kiçik ərazilərə rəhbərlik edirdi valilər. Demək, əmirlik. Əmirlik haqqında, demək, əmirlik bölünür 12 mahala. Həmin mahallar bölünür 12 məntəqəyə. Həmin məntəqələr bölünür 12 kəndə. 12 rəqəmini yadda saxlayın, əmirlik, mahal, məntəqə, kənd. Bu haqda ətraflı məlumatlar Əl-Bəlazurinin Ölkələrin Fəthi əsərində var. Əl-Bəlazuri Ölkələrin Fəthi əsərində. Köçürmə siyasəti, dəyərli yoldaşlar. Elə Sasanilər kimi ərəblər də köçürmə siyasəti həyata keçirdilər. Məqsəd nə idi burada? Etnik dayaq yaratmaq. Vəssalam, əsas məqsəd budur. Mövqeyini möhkəmləndirirsən, iqtisadi inkişafa təkan verirsən, etnik dayaq elə bunların başında gəlir. Yəni, məqsədlər əsas bu idi. Deməli, həm Dərbənddə, həm Kazaqda ilk əvvəl, Kazaq, yəni Qazax, indiki Qazax, həm Dərbənd, həm Kazaqda deməli, ilk ərəblərdən ibarət hərbi dəstələr yerləşdirildi. Hərbi dəstələr rabatlar adlanırdı, hərbi məskənlərə çevrildi. Bu dəstələrin yerləşdirir burada, yəni ailələrlə bir yerdə bir məskən salınırdı, hərbi məskən, onlar rabat adlanırdı. Rabatlar əsasən harada quruldu? Adlarını yadda saxlayaq, hansı şəhərlərdir? Bərdə, Beyləqan, Dəbil, Dərbənd, Təbriz, Tiflis, Ərdəbil. Bunu belə ardıcılıqla yazdım ki, yəni B hərfi B, 2B, 2D, 2T, bir də Ərdəbil. Bərdə, Beyləqan, Dəbil, Dərbənd, Təbriz, Tiflis, Ərdəbil. Bu şəhərlərdə deməli məskənlər, hərbi məskənlər yaradıldı. Qazaq da var idi, hansı ki, Qazax, onu sizə biraz öncə dedim. Deməli, ümumilikdə 7000 təkcə Suriyadan və İraqdan Dərbəndə deməli ərəb köçürülmüşdü. 7000 nəfər ərəb ailələri ilə bir yerdə Suriya və İraqdan Dərbəndə köçürülmüşdü. 8-ci əsrin 20-ci illərində Dərbənd səddi təmir olundu. Dərbənd keçidi, Dərbənd səddi təmir olundu. Niyə təmir olundu? Çünki şimaldan Xəzərlər hücum edirdilər. Dərbəndə də bu köçürmələrin əsas səbəbi ümumiyyətlə Xəzər sahili ərazilərdə köçürməyə daha çox diqqətin ayrılması Xəzərlərə qarşı dayaq yaratmaq məqsədi güdürdü. Bu köçürmə haqqında, bu Dərbənd məsələsi haqqında Əl-İstəxri
məlumat verir. Əl-İstəxri, ərəblərin Dərbəndə köçürülməsi haqqında məlumat verir. Dəyərli yoldaşlar, Azərbaycan xilafətinin tərkibində mövzusuna davam edirik. İzləmədə qalın.